Oktyabrın 17-sində Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri Vatikan şəhər dövlətinin qubernatorluğunun prezidenti rahibə Rafaella Petrini ilə birgə Vatikan bağlarında ağac əkmə mərasimində iştirak ediblər. Azərbaycan tərəfinin müqəddəs taxtacı hədiyyəsi olan və ölkəmizdən gətirilən nar ağacı respublikamızda həyat mənbəyinin, ailə bütövlüyünün, bolluğun və məhsuldarlığın rəmzi kimi qəbul edilir. Bildirilib ki, bir çox faydalı xüsusiyyətlərə malik olan nar mədəniyyətimizin müxtəlif aspektlərində geniş istifadə olunur. Tarixi, memarlıq və dini baxımdan böyük əhəmiyyətə malik Vatikan bağlarında əkilən nar ağacı Azərbaycanla müqəddəs taxtac arasında dostluğu və əməkdaşlığı təcəssüm etdirəcək. Vatikan şəhər dövlətinin qubernatorluğunun prezidenti rahibə Rafaella Petrini Azərbaycan tərəfinin bu dəyərli hədiyyəsinə görə Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirərək onun dövlətlərimiz arasında yüksələn xəttlə inkişaf edən dostluğun və əməkdaşlığın vacib bir rəmzini təşkil edəcəyini vurğulayıb.